Neçə gündür kəşfetimdə bir xanım çıxır qarşıma. İstanbula, Türkiyəyə gedib oradan paylaşımlar eləyir. Təsadüfən maraqlı gəldi. Baxdım, şərhlərə baxdım, kommentariyalara. O qədər iyrənc şeylər yazıblar. Deyəcəklər, qadının yəqin o da onun tayıdır. O xanım ayrı bir dünyanın insanıdır, mən ayrı bir dünyanın insanıyam. Amma ortaq nöqtəmiz qadın olmağımızdır. Heç utanmırsınız? Elə iyrənc sözlər yazırlar o qadına. Heç qorxmursunuz Allahdan. Siz elə bilirsiniz ki, ancaq üzr istəyirəm, pis yola düşən, onunla bundan gəzən günah qazanır. Bu insanı bəlaya salan bax budur. Siz elə bilirsiniz ki, oturduğunuz yerdə bilmədiyiniz, tanımadığınız, görmədiyiniz bir insanın həyatı haqqında, bilməm, Həcisi var, Məmmədqulusu var, İsfəndiyarı var, bununla gedib. Niyə? Bir qadın bir yerə gedə bilməz. Bir qadın tək bir yerə, bir arkadaşlarla, dostları ilə bir ölkəyə gedə bilməz. İzlədim o gün, deyir ki, mən ilk dəfədir xəyalımı gerçəkləşdirdim, ilk dəfə gəlmişəm. Ürəyiniz gedir ki, insanların ancaq o çökmüşlüyünü izləyəsiniz. Məhv olmasını izləyəsiniz. Yalandan yazırsınız ki, Allah ona gözəl bəxt versin. Allah şansını bol eləsin. Amma o insan həqiqətən şanslı olanda ürəyiniz partlayır. Yazıblar ki, görməmiş kimi paylaşır. Siz çox görübsüz, ha? Bir dənə restorana gedirik, paylaşım edirik. Bir dənə nə bilim gəzməyə gedirik, paylaşım edirik. Xanımın da çox takipçisi var. Və utanmadan qadınlara səslənirəm. Biz qadınıq, biz birimizə dəstək olmalıyıq. Kişilərlə işim yoxdur. Deyir ki, kişidir də bizi başa düşməyəcək ki. Amma qadın qadına elə əxlaqsız sözlər yazırsa, sənin əxlaqsız qadından fərqin yoxdur deməkdir. Ha getdin, üzr istəyirəm. Ondan bundan, o deyir sizə, həci ilə məci ilə görüşdün, ha da ağzından o söz çıxdı. İkisi də eynidir. Onun bədəni kirlənir, sənin ruhun kirlənir. Heç bunu dərk eləyirsiniz. Bir kişi başqa ölkəyə gedəndə heç demirsiniz, Allah bilir, həci xanımı var. Qadın gedir, uşağı evdə deyil, uşağını küçəyə atmayıb ki, niyə? Niyə? Onu yazanların çoxu elə bilirsiniz ki, əxlaqlıdır. Hə? Uşağını yatırandan sonra gedib min oyundan qonşularla çıxır. Elə bir samsa əxlaqlıdır. Allah bilir kimin pulu ilə gedib. Bilmirsinizsə, o küçücük zəkanıza bunu yeridin ki, takipçi çox olanda, fenomen mi deyim, bloger mi deyim, influencer mi deyim, hərəsi öz alanında, hərəsinin öz izlənmə kütləsi var. Və ona yönəlik sizə reklam təklifləri gəlir. Pulsuz səni dəvət edirlər oraya, buraya, hamısında bu var. Və xanımın da bildiyim qədərlə takipçisi çoxdur. Təbii ki, onu ücretsiz apara bilər. Bir qadın xoşbəxt ola bilməz də. Üzr istəyirəm, orasını şişirib, burasını əccəb eləyib. Sənin oranı buranı şişirməyib ki. Belə namuslusansa, bunu bağla, bunu bağla. Təmiz qal, sən namusunla seçil, VIP bilet al o biri dünyaya. Sizlər deyilsiniz, biri pis vəziyyətdə olanda, televiziyaya çıxanda deyirsiniz ki, ay Allah kömək olsun, gül kimi insandır. Amma o insan biraz özünə baxanda, biraz gəzməyə, tozmaya gedəndə, aha, deyirsiniz pis yola düşüb. Biz bu qədər millət olaraq çürüməyə doğru gedirik, hə? Evin içində oturanlar var, heç TikTok hesabı belə yoxdur, Instagramı belə yoxdur. Uşağının ayağını kəmərlə yatağa bağlayıb qaçan qadınlar var. Hamınız bilirsiniz. Deyirsiniz ki, qutab satıb bilməm. Niyə? O gəzə bilməz də. Çünki öyrəşibsiz insanların acısından zövq almağa. Çünki o sizdən biraz yüksək oldu, yəni gəzdi, gördü, qəşəng geyindi. Artıq siz özünüzə qısqanclıqdan sığışdırmırsınız. Ona görə Allah sizə vermir. Və verməyəcək də. Qadın qadına bunu eləməz. Qadın qadına əxlaqsız söz yazmaz. Hər hansı biriniz gəlin deyin ki, mən dünyanın ən namuslu insanıyam. Gəlin, çıxın, deyin. O qədər əxlaqsız söz demək sizin tərbiyənizi göstərir. Demək ki, siz daha betərsiniz. Sadəcə əlinizdə fürsət yoxdur. İnanın mənə. Əlinizdə o fürsət olsa, siz çoxdan həci yox, həcilərlə görüşərsiniz. Mən o insanın sözünə inanaram ki,
əlində o fürsət olmasına rəğmən o yolu seçməsin. Yoxsa evin içində oturub, əlinə heç o fürsət düşməyib, oturub ağıldan kəm vurur. Bir oğru həbsxanaya düşdüyü üçün oğruluğu buraxmış sayılmaz. Sadəcə əlində fürsət olmadığı üçün oğurluq etmir deməkdir. Mən sadəcə qadınların bir-birinə dəstək olmasını istəyirəm, köstək olmasını deyil. Və elə bir vəziyyətə gəlmişik ki, birisi nə işin var, niyə belə deyirsən dediyində o əxlaqdan dəm vurub, amma iç dünyasında ən betər əxlaqsız olanlar başlayırlar ki, hə, sən də o yuvanın qurşusan yəqin. Həsdirin. Həqiqətən ayıb olsun. Biz belə olmamalıyıq valla.